mən sizə riyaziyyatdan ehtimal məsələlərini izah edəcəm. Gəlin şərti oxumadan öncə mən sizə torbadan çıxarılan rənglərlə bağlı 3 əsas qızıl qaydanı izah edim. Birinci qaydamız 2 və 3-cü qaydamız. Gəlin ilk olaraq müəyyən bir şərt verim. 6 ağ, 7 qırmızı, 4 dənə də sarı. Çıxarmaq lazımdır ki, sonda 5 dənə yəni ağ rəng olsun. Biz o zaman nə edəcəyik? Birinci qızıl qaydamızda biz bu ağdan başqa digər rəngləri toplayırıq. 7 qırmızı, 4 sarı rəngi topladıq və bizdə sonda neçə dənə rəng olmasını istəmişdi. 5 dənə ağ rəng istəmişdi. Belə qaydanı izah edim ki, əgər bizdən sonda hansı rəngin adı çəkilirsə, biz o zaman o rəngin üzərinə xətt çəkirik və həmin rəngin sayını yazırıq. 5 dənə də ağ. Bu da üzərinə neçə eləyəcək? 12, 16 edəcək. Qızıl qaydamız isə hərdir. Biz əgər şərtdə hər sözü görürüksə, biz o zaman ən böyüklərini toplayırıq. Məsələn, 7 qırmızı, 6 ağ var. Və üzərinə də ən sondakini gəlirik. Ən sonda məsələn deyir ki, hər topdan 5 dənə çıxsın, hər rəngdən məsəl üçün 7 dənə çıxsın, 7 dənə deyək. Və yaxud da ki 5 eli götürək, 5 yazırıq. Bu neçə edəcək? 18. Qızıl qaydamız nədən ibarətdir? Əgər biz şərtdə eyni sözü görürüksə, o zaman bizə ən sonda verilən rəqəmdən 1 çıxırıq. Çıxırıq biri və vururuq onu da rənglərin sayına 1, 2, 3. Vururuq 3-ə. Daha sonra isə üzərinə 1 gəlirik. Nədir bu? Məsələn, bizə 5 dənə deyilmişdi. Çıxacaq 5-i. Nə edəcək? Eləyəcək 4. 4-ü vuracaq 3-ə. 4 dəfənin 3-ün necə? 12. 12-in üzərinə 1 gələcək, edəcək 13. Cavabımız 13-dür. İndi biz gəlin şərtimizi oxuyaq. Torbada 8 ağ, 17 qara top var. Torbadan ən azı neçə top çıxarmaq lazımdır ki, eyni rəngdən hökmən 5 rəng çıxarılmış olsun. Görürsünüz, hansı şərtimiz, hansı qızıl qaydamız buna uyğun gəldi? Təbii ki, 3-cü qızıl qaydamız. Gəlin, indi biz həmin qaydanı edək. Bizə neçə rəng verilib sonda? 5. Gəlin, 5-dən çıxaq birini. Çıxdıq birini. Daha sonra onu da vurduq rəngimizin sayına. 1, 2. Mənim 2 dənə rəngim var burada. Vurdum 2-yə. Üzərinə də 1 gəldim. Gəlin, neçə etdi? 4. Vurulsun. 2. 4-ü 2-yə vuran nədir? 8. Üzərinə 1 gəlirik.